Deməli, belə bir Smartart qrafik çalışması var. Bunu yığmağa çalışaq. Deməli, ilk növbədə bu çalışmadakı kağız formatlarına fikir verək. Albomdur, Nerodur, böyük ehtimalla. Bəli, Nerodur, albomdur və A4 vərəqdir. Gəlirik bura, layout tabı, A4 vərəqi, albom və səhifənin kənar boşluğunu Nero seçirik. Zaten mənim kontrolüm də Nerodur. Və bundan sonra insert tabına daxil olaraq burada Smartart, burada Matrix və burada birinci Smartart qrafiki seçirik və daha sonra format alət tabına gəlib size bölməsindən buna 15 enter 15 belə bir ölçü veririk. Burada bunun niyə belə oldu? Çünki nəyin seçilməsi önəmlidir. Hal-hazırda bu seçilib, ona görə bu ağ hissədə mausu sol düyməsini bir daha vurub daha sonra ölçüləri qeyd etmək lazımdır. 15 enter və daha sonra səhifənin düz mərkəzində əks olmasını istəyirəmsə layout tabına daxil olub burada position əmri vasitəsilə tam mərkəz edirəm və daha sonra burada üç buzağın üzərində mausu sol düyməsini bir daha vururam və bunun rəngini dəyişirəm. Belə bir rəng seçirəm, OK düyməsini vururam. Daha sonra burada ilk növbədə effektləri tətbiq eləmək lazımdır. Burada fikir verirsiniz, indi şəklin aşağısında, indi şəklin özündə yollayacağam. Və belə bir işıq var, yəni belə bir effekt tətbiq olunub, hansı ki burada Polished adlı effekt tətbiq olunub. Zaten bunu bilməsəz belə, yəni bunların üzərinə gələndə o açıq aydın görsənəcək burada. Burada zaten görürsünüz, Polished seçəndə aşağıda bu işıq görsənir və bu birinci bunu seçib, effekti verib daha sonra bu rəngləri vermək lazımdır. Bu üç buzaq dirəmi, yəni bu paxlava romb işarəsini seçirəm. Sonra nədir, çəhrayı rəng və daha sonra digər rəngləri tətbiq edirəm. Narıncı, tünd yaşıl, mavi, bənövşəyi, deməli narıncı, tünd yaşıl, belə bir rəng məsələn, sonra mavi və bənövşəyi. Və bundan sonra burada baş hərfləri yazıram, bura S yazıram, burada Alt 87 düyməsini basıb W yazıram, bir də T hərflərini seçirəm. Şrif çox güman ki Times New Roman olacaq. Gəlin baxaq, Times New Roman 48-dir, altdakılar isə Times New Roman 14-ləndir. Deməli, daxil oluram bura və Smartart qrafikin özünü seçib, yəni ağ hissəsində vurub buradan Times New Roman ölçüləri 48 seçirəm və qalın seçirəm və bundan sonra bu ağ hissədə mausu sol düyməsini vurub buradan da rəngi belə bir rəng seçirəm. İndi aşağıda digər sözlər var. Onları da yazmaq lazımdır. Strengths, weakness, opportunities, threats. Yəni bu sözləri şəkildən baxıb yazacaqsınız. Burada enter düyməsini vurursunuz və ölçünü 14 edib həmin sözü yazacaqsınız da, yəni aydındır və bunu daha sonra seçib rəngini dəyişəcəksiniz, qara rəng və digər hərflərdən sonra da enter basıb ölçünü 14 eləyir və sözün yazacaqsınız. İndi vaxt getməsin deyə necə gəldi hərfləri basıram, yəni misal üçün də, yəni burada da enter vururuq, yazının ölçüsü 14 və yazını da, təbii ki bu yazıları seçirəm, kontrol düyməsini basıb saxlayıb digərlərini də seçib yazının rəngi bir dəfəlik qara edirəm və bundan sonra burada başqa nələr qaldı? Səhifənin belə deyə arxa fon şablonu və teksturası və çərçivələr qaldı. Bunu da eləmək üçün
Dizayn tabına gəlib Page Color, buradan Fill Effects, tekstura bölməsindən keçirik və burada bu teksturanı seçirəm və daha sonra çərçivə əmri üçün Page Borders'e daxil olub, buradan həmin çərçivəni axtarıb tapacaqsınız, belə deyək. İndi vaxt keçməsin deyə istəmirəm bunu bir-bir eləyib baxım, yəni diqqətlə özünüz baxıb axtara bilərsiniz. Burada bu yəni belə deyək, çox güman ki qara rəngli olacaq. Siz buna rəng görəcəksiniz ya da ki hazır rəngli olacaq. Böyük ehtimalla bu hazır rənglidir. Baxaq. Çox güman ki yox, qara rəngdən naxış imiş, bunu seçək. OK düyməsini vuraq. Qane etmirsə gəlin ölçünü də biraz artırırıq. OK düyməsini vuraq və nəticədə əmələ gəldi.